Oğraş sözü sizcə hardan gəlir? Ümumiyyətlə oğraş sözünü bu gün biz söyüş kimi istifadə edirik, amma oğraş sözünün həqiqətən bir tarixi var. Ümumiyyətlə bununla bağlı iki əsas mənbə var. Birincisi oğru aş, yəni aş oğurlayan deməkdir. 19-cu əsrdə bəylərin nökərləri aşlarını oğurlayırdılar. Bəylər də buna görə onları aşağılamaq üçün oğraş deyirmiş və bu zamanla daha ağır bir söyüşə çevrilib və hətta bilirsiniz 100 il öncə, daha doğrusu Sovetlər dövründə və indi də səhv eləmirəmsə, Cinayət Məcəlləsində oğraşlıq maddəsi var. Çünki oğraş sözü zamanla daha ağır bir söyüşə çevrilib. Nətər ki, bizim dilimizdə qayırmaq sözü var. Yəni qayırmaq yaratmaq deməkdir ki, qədim tanrıçılıq dinində də Qayra xan var, yəni qayıran xan, hazırlayan, yaradan xan deməkdir. Bu gün isə qayra sözü, yəni qayırmaq sözü zamanla söyüşə çevrilib. Bu insanların istifadə etdiyi və dilin korlanmasıdır bir növ. Və ola bilsin ki, oğraş sözü də zamanın daha pis sözə çevrilib və Cinayət Məcəlləsində oğraşlıq bir növ qadın alveri kimi istifadə olunub. Yəni vaxtıyla aş oğurlayana oğraş deyirdilər, sonra bu zamanla təkamül eləyib qadın satana, yəni bir növ türklərinin pəzəvənd dediyi şeyə biz artıq oğraş demişik. Bu birinci iddiadır. İkinci iddia isə oğraş sözünün qədim türk sözü olan uğramaqdan qaynaqlandığı düşünülür. Yəni uğramaq bir şeyə gedib varmaq, bir şeylə görüşmək. Yəni oğurluq görüşmək mənasını verir. Çünki görürsüz oğru sözünə oğraş sözü çox oxşuyur. Yəni mən də bu iddianı daha doğru görürəm. Bir növ gizlin görüşmək, gizlin bir qadınla görüşmək mənasını verir və lap qədim mənbələrdə bir dənə bunu tapdım. O da internetdən tapdım, hamınız tapa bilərsiniz. Koroğlu dastanında bu şeir var və burada oğraş sözü keçib. Bir növ bu da onu göstərir ki, əslində aş oğurlayandan daha çox oğurluq görüşən qadınbaz, arvadbaz adamlara bu söylənir ki, bu zamanla da bilirsiniz ki, qadın alverçisinə deyilir artıq. Koroğlu çəkməz haşalar, çətindir qollar boşalar. Yerişir oğraş paşalar, çağır gəlsin xan eyvası. Yəni bir növ əslində oğraş sözü böyük ehtimalla 20-ci əsrə qədər bu tip kimisə aşağılamaq üçün alçaq insan mənasında istifadə edilirmişsə, 20-ci əsrdə artıq Cinayət Məcəlləsinə girəcək qədər məna ağırlığı qazanıb və bu gün böyük ölçüdə qadın alverçisinə biz oğraş deyirik. Bir də dost ortamında bir-birimizə deyirik oğraş, amma əslində biz dost ortamında deyilən sözlər sevgi göstərisidir.